Gündən yeni videodan hamınızı salamlayıram. Nurcu yenə qarşınızdadır dostlar. Bildiyiniz kimi bugün Qurban Bayramıdır, 27 may. Bütün kəsilən qurbanların qurban qərbul olsun. Dostlar, bayramınız mübarək. İstədim sizə bir günlük vlog çəkəm və başlayaq. Videomuza bəyənməyi unutmayın. Kanalımıza abunə olub like atıp yorum yazmayı unutmayın. Bilirsiniz ki, Qurban Bayramıydı bugün. Ona görə ya nə qardınız Qurban Bayramı üçün? Şəhərdəydiniz yoxsa kətdəydiniz? Biz kətdə olduğumuz üçün, ona görə biz kətdə yaşadığımız üçün Qurban Bayramı keçirdirik. Belə istədim sizə məlumat verəm, belə söhbət eləyəm. Bu arada yenə deyirəm, Qurban Bayramınız mübarək. Bütün qurbanlarınız qəbul olsun inşallah. Siz bilirsiniz ki, biz kətdə yaşayırıq. Necə deyim sizə, biz hər il qurban kəsirdik, amma bu il kəsmədik. Hər il özümüz kəsdiyimiz üçün sizə bölüşə bilmirdim. Çünki o vaxtlarda YouTube açmamışdıq. Belə dostlar, biz özümüz kətdə yaşayırıq deyə ona görə mal-qara saxlayırıq, cöncəyət saxlayırdıq. Ona görə bu il kəsmədik, sizə də bölüşmədim. Belə kanalımıza abunə olub like atıp yorum yazmayı unutmayın. Dostlar, bu arada bir çoxunuz yoruma yazıbsınız ki, hidraksi elə. Əgər bu qədər çox istəyirsinizsə, hidraksi gələcək. Bye bye.